Bu dəfə toylarda, bayramlarda hazırlanan halvanı göstərəcəm sizə. Umaclı halva üçün unu və südü blenderdan keçirdirəm. Miqdarları videonun alt bölümündə qeyd olunubdur. Bu umacın ən rahat üsuludur. Daha sonra şərbəti hazırlayıram, çünki mən halvaya soyuq şəkildə əlavə edirəm şərbəti. Şərbətə sarı kök əlavə edirəm ki, halvanın rəngi daha gözəl olsun. Tavaya kərə yağı əlavə edirəm, umacı əlavə edirəm yağın üzərindən və başlayıram umacı qovurmağa. Umacı qurutmağa ehtiyac yoxdur. Gördünüz ki, artıq biraz un belə yumşaq gedir əlinizin altında. Onda xırdalanmış qoz ləpəsi, fındıq ləpəsi, badam ləpəsi əlavə edə bilərsiniz. Umac tam qovrulduqdan sonra şərbətini əlavə edirəm. Şərbəti əlavə edən kimi dərhal qazanı dəyişirəm ki, rəngi gözəl qalsın, qaralmasın. Və süfrəyə istədiyiniz kimi təqdim edə bilərsiniz üzərinin bəzəyini. Mən bu şəkildə bəzədim. Hər zaman şirin ağızla ən gözəl günlərdə yeyəsiniz halvanı.